اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنه خير ناصر ومعين. الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم مصطفى محمد. اللهم صل على محمد وعلى آله الطيبين الطاهرين المعصومين، سيما بقية الله الأعظم أرواحنا له الفداء. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قوله. قال الله تعالى في كتابه المبين: أعوذ بالله من الشيطان الرجيم. قل لا أسألكم عليه أجرا إلا المودة في القربى. صدق الله العلي العظيم. Məlumdur ki, bugün Əhl-i Beyt əleyhimussalamdan və Allahın hüccətlərindən 7-ci imamımız Həzrəti Musa Kazım əleyhissalamın şəhadət axşamıdır. Və İmam Musa Kazım əleyhissalam Əhl-i Beyt əleyhimussalamın içərisində, imamların içərisində xüsusi olaraq Babül Həvaic kimi tanınıb. Yəni biz Babül Həvaic Həzrəti Əbəlfəzl Əbbasiyə də demişik, Həzrəti Əli Əsğərə də demişik, elə hamısı Babül Həvaicdir. Amma Əhl-i Beyt əleyhimussalamın özündən ki, bütün əyimmə əleyhimussalam, bütün imamlar ona Babül Həvaic deyirlər, Həzrəti İmam Musa Kazım əleyhissalamın. Həzrəti İmam Musa Kazım əleyhissalamın həyatı barəsində, onun yaşayış tərzi barəsində və ümumiyyətlə onun gördüyü işlər, kimlərin müasir olub, hansı xəlifələrin müasir olub və onların zamanəsində necə çətinliklər çəkib. Elə bilirəm, bunlar barəsində danışmaqdansa bir başqa mövzu barəsində danışmaq istərdik. Çün bu mövzular barəsində biz tarixi kitablarda məhsul imamların həyatı və yaxud da başqa kitablarda oxuya bilərik. Amma əsl məsələ var ki, insan o məsələni düşünməsə, o həqiqəti dərk eləməsə, o həqiqəti anlamasa, insan nə qədər bu məsumların barəsində öyrənsə də, oxusa da, çalışsa da, əsl həqiqəti ələ gətirə bilməyəcək. Yəni biz bilməliyik, ta dünya yaranmamışdan əvvəl, ta dünya yaranandan sonra, Həzrəti Adəm əleyhissalamdan sonra, ta bugünkü günə qədər 2 dənə qüvvə dünyada ayaq tutub gəzir. 2 dənə qüvvə dünyada öz ayağı üstündə, öz hədəfi üstündə çalışır. Biri ilahi qüvvədir, Allaha doğru gedən yoldur. Biri də ki, Allahdan insanları ayıran bir gücdür, bir qüvvədir. Biri şeytanıdır, biri də ki, ilahidir. Biz baxıb görürük, Həzrəti Adəm əleyhissalamın xilqətində Allah təbarəkə və teala bu xəlifəni ki, xəlq eləmək istəyirdi, inni cailükə linnası imama, mən istəyirəm yer üzündə imam təyin edim, imamı mən təyin edim, Allahın bu cürünə buyurmağı və yaxud başqa bir yerdə buyurur ki, mən istəyirəm yer üzündə xəlifə yaradım. Bu xəlifə kimdir? Bu xəlifənin hədəfləri nədən ibarətdir? Biz anlamırıq, biz başa düşmürük. Məsələn, yığışmışıq Həzrəti İmam Musa Kazım əleyhissalamın şəhadət axşamıdır. Gəlmişik o Həzrətə əza saxlamağa, yas saxlamağa. Əgər biz o Həzrətin hədəflərini dərk edə bilsəydik, niyə biri zəhərləndi, ikisi zəhərləndi, üçü zəhərləndi, şəhadətə yetişdi, nə bilim,
Həzrət İmam Hüseyin əleyhissalamın Kərbəlası o boyda müsibətdir. Deməli, burada hədəf alidir. Hədəf həddindən artıq ali bir hədəfdir. Yüksək bir hədəfdir. Ona görə dünyanın Allah yanında qiyməti yoxdur. Əgər dünyanın qiyməti olsaydı Allah yanında, Allah Peyğəmbər ali Peyğəmbərdən başqa heç kəsə verməzdi bunu. Deməli, dünyanın qiyməti yoxdur. Bu dünya bir dənə hədəfdir. Üzr istəyirəm, hədəfdir. Bu dünya axirət üçün bir dənə hədəfdir. Bu dünya yaşayış üçün bir dənə hədəfdir. Bu dünya əbədi yaşayış üçün bir dənə hədəfdir. Bu dünyada gəlib Allahı tanıyan insanlar, Allaha bəndə olan insanlar nə olur? Əbədi Allah təbarəkə və teala buyurur ki, hum fiha xalidun. Məsələn, onlar behişdə. Allah onlara elə bir məqam verəcək ki, çaylar axır altından behişdin, yaşıllıqlar, ağaclıqlar, filanlar. İnsan gəlib orada əbədi yaşayacaq. Niyə görə? Çünki bu dünyada gəlib kör olmayıb. Bu dünyada əsl hədəfi başa düşüb. Əsl hədəfi anlaya bilib. Əsl hədəfi anlayandan sonra insanın gözündən bütün günahlar, filanlar, bu günləri ola bilər kimlər üçünsə, bizim üçün problem olsun, naməhrəmə baxmaq günahdır, filan günahdır, o günahdır, bu günahdır. İnsan özünü bu mühərrəmatdan, haramlardan qorumağa çətinlik çəksin. Amma bir anın içərisində insan başa düşsə ki, hədəf burada başqa bir hədəfdir. Yaşayış burada başqa bir yaşayışdır. Anlasa o hədəfin üstündə görürsən nə olur? Bütün naməhrəmə baxmaq da, yalan da, qeybət də, töhmət də, iftira da, hamısı insanın gözündə bir anın içərisində kiçilir. İnsan onlara rəğbət görsətmir. Niyə? Çünki elə bir ləzzəti Allah təbarəkə və teala buna dadızdırıb ki, elə bir hədəf uğrunda çalışır ki, o hədəfin ona yetişməkdən ötürü hər bir şeyini, özünü də fəna eləməyə hazırdır. Özünü də fəna eləmək yeri var. Hazırdır. Baxın Kərbəlada. İmam Hüseyin əleyhissalamın səhabələri. İmam Hüseyin əleyhissalam Asif ibn Bərxiyadan az idi ki, bir anın içərisində, bir dənə göz qırpımında Asif ibn Bərxiya Bilqeysin taxtını gətirdi. İmam Hüseyin əleyhissalam Kərbəladakiləri məhv eləyə bilmədi. İmam Hüseyin əleyhissalam Həzrəti Musa əleyhissalamdan az idi. Bütün də hamısından az idi ki, ya, onlar bacarardılar, İmam Hüseyin əleyhissalam bacarmazdı. Bizim etiqadımıza İmam Hüseyin əleyhissalam barəsində bunu fikirləşmək yox. Həzrəti Əbəlfəzl Abbas barəsində yox. Hətta Əbu Zərin Qulamı olan John ki var idi, 90 yaşında qaradərili bir insan ki gəlmişdi, eşitmişdi İmam Hüseyin əleyhissalam Kərbəlaya gedir, gəl qapındır. Soruşurlar qapının arxasında kimdir? Deyir, mənəm. Canam, gəlmişəm, eşitmişəm, ağam Kərbəlaya gedir. Hədəf nədir burada? Hədəf alidir, bu da özünü məhv eləməyə hazırdır. Həmin o can iradə eləsəydi Kərbəlada bir nəfər İmam Hüseyin əleyhissalamın müxalifi qalmazdı. Bir nəfər. Quran-ı Kərimdə Allah təbarəkə və teala möminlər barəsində buyurur. Möminləri tanıttıranda deyir, sizin əməllərinizdən əməllərinizi Allah görür, Allahın Peyğəmbəri görür və bütün möminlər görür. Möminlərdən məqsəd siz, mən, yox. Möminlərdən məqsəd Əhl-i Beyt əleyhissalamdır. Eyni Allahın nazirə, Allahın görən gözü, Əhl-i Beyt əleyhissalam. Hər bir şeydən xəbərdardır. Əbadülə-i Ərbəə ki var, 4 dənə Əbdullah İmam Hüseyin əleyhissalamdan Kərbəlaya getməmişdi. Onlardan birisi gəldi, İmam Hüseyin əleyhissalamın qabağını kəsdi. Dedi, ağa, hara gedirsən? Sən Kərbəlaya gedirsən, şəhid olmağa gedirsən. Məlumdur ki, sən oraya gedirsən, oradan sağ qayıtmayacaqsan, şəhid olacaqsan. Bu arvad uşağı niyə aparırsan? Birdən orada səni məşəqqətə salarlar, birdən çətinliyə salarlar, birdən asarlar səni, kəsərlər, öldürərlər. Gəlib bir nəfər günahkar insan İmam Hüseyin əleyhissalama dərs öyrədir. İmam Hüseyin əleyhissalam buyurur ki, sən deyirsən öldürərlər,
bu məşəqqət, müsibətlər başa gələr. Mən getməmişdən qabaq indi buradan görürəm ki, mənim bədənim Kərbəlanın çöllərində, ətrafında tikə-tikə formada doğranıb, tökülüb bütün ətrafa. Sən mənə hədəfimi başa salırsan? Kimdir bunlar? Bunlar həmin o hədəf uğrunda çalışandılar ki, qaydaq sözün əvvəlinə Həzrəti Adəmi Allah təbarəkə və teala xəlq elədi. İstədi hüccət yaradı yer üzündə, istədi yer üzündə bir ədalətli bir insan hakimiyyəti altında gözəl bir hakimiyyət yaratsın. Bir nəfər çıxdı o tərəfdən qəmbər qulu. Dedi ki, yox, o torpaqdan yaranıb, mən oddan yaranmışam, mən ona səcdə eləməyəcəm. Bütün mələklər səcdə elədilər. Bir dənə iblisdən başladı. Diyor, o otdan yaranıb, mən otdan yaranmışam o torpaqdan. Mən ondan əfsələm, mən ona ibadət eləməyəcəm. Təkəbbürlük elədi. Bax, o gündən bugünkü günə qədər kim Allah qabağında təkəbbürlük eləsə, arxayın olmasın, behişdə gedəcək. Çünki təkəbbürlüğün axırı budur. 2 dənə dəstə. Bir, kibrin, təkəbbürlüğün üstündə qurulan dəstədir. Bir də ilahi hüccətlərin yolunda müti olan, Allahın dediyinə qulaq asan. Həzrəti Adəm əleyhissalam xəlq oldu. Yarandı, yer üzündə yaşadı. Oğlu müxalifətçilik elədi. Bir oğlu şəhid oldu. Filan. Ta bilirsiniz, gəldi bizim Peyğəmbərə qədər. Bizim Peyğəmbərimiz axirə zaman Peyğəmbər, sonuncu Peyğəmbər, Xatəmən Nəbi, Əşrəfil Ənbiya. Bütün gözəl xüsusiyyətlər bizim Peyğəmbərimizdə cəmdir. O birisilərdə də gözəl xüsusiyyətlər var. O Peyğəmbərlərin birini danışsaq biz kafir olarıq. Hamısı bizim üçün əzizdir. Amma bizim Peyğəmbər Əşrəfül Ənbiyadır. Peyğəmbərlərin şərəflisidir. Hamısından bir dənə nişanə bizim Peyğəmbərimizdə var. Hamısından. Həzrəti Musa əleyhissalamdan, İsa əleyhissalamdan biraz bir mötərəzat bir dənə bunu da deyim. Həzrəti Resulullah Əkrəmdən soruşdular, ya Resulallah, bir söz soruşaq, gözəllikdə sən gözəlsən ya Həzrəti Yusuf? Dedi, yo, Həzrəti Yusuf məndən gözəldir, mən amma Həzrəti Yusufa baxanda duzluyam. Hamısından bir dənə nişanı var idi Peyğəmbərimizdə. Xatəmən Nəbi, Həzrəti Resulullah Əkrəm gəldi, Allahın hədəfi olan məsələ ki var idi. Və bütün dünya Həzrəti İbrahim əleyhissalamdan bir dəstədə insan cəm oldular, qoşuldular. İblisin qoşununa, dəstəsinə bir dənə nə elədilər? Sehirlə, tilsimlə filandan istədilər hakimiyyətə gəlsinlər. Başladılar möminlərə məşəqqət yaratmağa, çətinlik yaratmağa. Ta gəldi bizim Peyğəmbərin zamanəsinə qədər. Bizim Peyğəmbərimiz sonuncu Peyğəmbər, Peyğəmbərlərin şərəflisi, əşrəfi, nə bilim, Xatəmən Nəbisi. Gəldi Peyğəmbərimiz seçildi. Peyğəmbərimizə Allah təbarəkə və teala nə elədi? Bəşarət verdi ki, sənin nəslindən Qureyşdən 12 dənə imam gələcək bu dünyaya. Bu dünyada yaşayacaqlar. Allah təbarəkə və teala onların sözləri ilə, cəmaatla, onların ağzı ilə danışacaq. Bugün Həzrəti Musa-i Kazım əleyhissalamın şəhadətinə yığışmışıq. Həzrəti Musa-i Kazım əleyhissalam zindanda şəhid oldu. Görün bir hədəf nə qədər alidir, nə qədər mühümdür. Dünyanın ləzzəti yoxdur, həmin onlar da bu dünyada, ümumiyyətlə həvadar yoxdur bu dünyada. Onlara tərəfdar olmadı bu dünyada. Peyğəmbər gəldi, tanıtdırdı. Məndən sonra Həzrəti Əli ibn Əbi Talib. Peyğəmbər dünyadan gedəndən sonra şura seçdilər. Biz xəlifə seçməliyik, xəlifə seçdilər. O xəlifə öldü, bu birisi xəlifə gəldi, o da onsa şura seçmədilər. Yəni, bunların əsl hədəfdən ki, insanları yayındırmaq istəyirdilər. Həmin onlar bəlli oldu, zahir oldu, görsəndi. Və başladı bu məsələ davam eləməyə. Gəldi İmam Həsən əleyhissalamın müsibəti, onun sülhü və Həzrət Əli əleyhissalamın zamanəsində minbərlərdən pis sözlər deyilməsi Həzrət Əli əleyhissalam barəsində, İmam Hüseyin əleyhissalamın şəhadəti. Bunların hamısı bir məsələyə qulluq edirdi. İnsanlar Allah tərəfindən gələn hüccətlərin qanına suzamışdılar. Nə qədər ki, şərait olmayıb, həmin onlar şəhid olublar. Nə qədər ki, şərait olmayıb, həmin onlar məzlum olublar.
Həzrəti Əmir Əl-Müminin əleyhisselam, Allah rəhmət eləsin. Şəhriyarın bir gözəl sözü var. Buyurur, ümmət olmazsa imamət də olar xanəneşin, dolanar Kəbə də getdikcə kilisa başına. Əgər ümmət olmazsa imamət də olur xanəneşin. İmam da oturur 25 il haqqına zülm edirlər. Dolanır Kəbə də getdikcə kilisa başına. Kəbə başlayır kilisanın başına dolanmağa. Niyə? Kilsə Kəbənin başına dolanmalıdır. Çünki ümmət yoxdur. Ümmət olsaydı belə olmazdı. Ümmət olsaydı Həzrət Əli əleyhissalamın qolunu bağlamazdılar. Ümmət olsaydı Həzrəti Fatimə-i Zəhra salamun əleyhanın qapısına ot vurmazdılar. Ümmət olsaydı əgər İmam Hüseyin əleyhissalamı məcbur eləməzdilər ki, Kəbədə əməllərini yarımçılıq qoyub gəlsin. Kəbədən çıxsın ki, orada terror hadisəsi baş verməsin, Kəbədə qan tökülməsin. Ümmət olmadı, ümmət olmadı, ümmət olmadı. Bu günlərdə ümmət yoxdur. Allah Teala deyir, 11 dənə verdim sizə ki, ağıllı olasınız, bu imamın ətrafında pərvanə kimi dolanasınız, siz bunu eləmədiniz. Axırıncısı var. Onu o vaxt göndərəcəm ki, ümmət olsun. 313 nəfər, filan. O qədər xüsusiyyətlər var ki, and olsun Allaha. Danışsaq İmam Zaman əleyhissalamın barəsində ümumiyyətlə eşitmədiyimiz o qədər mətləblər var ki. O qədər mətləblər var ki, imamın ətrafında bu günləri necə möhkəmlənirlər. Həmçində düşmən də iblis yatmayıb, ölməyib. Onun havadarları ölməyib. Onlar da İmam Zaman əleyhissalamın əleyhinə gecə-gündüz yatmırlar, işləyirlər, institutlar işləyirlər və s. və ilaxır. İmam Zaman əleyhissalamın ətrafında bu günlər elə bir məsələlər var ki, biz etiqadımızı yaxşı öyrənə bilməmişik. Qardaş, yoxdur ki, Risalədə İmam Zaman əleyhissalamın huzurunda cümə namazı vacibdir. Var da elədir. Bu günlər İmam əleyhissalam qeybətdədir və bizlə onun arasındakı qeybət adlı bir məfhum var. Ona görə biz namazımızı necə qılırıq? Cümə namazı qılınanda vacibi təxirdir. Təxirə düşmüş bir vacibdir, elə deyir. İmamın huzurunda necədir? Bəli, İmam Zaman əleyhissalam görəsən, hər cümə günü cümə namazı qılır, bəli qılır. 40 nəfər imamın, 80 nəfər imamın ətrafında ovtad deyirlər. İmamın ətrafındadılar 40 nəfər. İmamla bir yerdə cümə namazı qılır. Onlardan sonra ikincisi 80 nəfərdir. Həmin onlardan 40 nəfərdən biri olsa 80 nəfərdən biri gəlir onun yerinə, təzələnir. Ondan sonra ümmət, ondan sonra filan. Bu günləri o Həzrət əleyhissalam bu günləri cümə namazı qılır. İştirak edir. Biz amma buna nə qədər əhəmiyyət verir, biz o qədər əhəmiyyət verə bilmirik. Biz bunu nə qədər dərk eləyə bilməmişik. Deməli, bu ümmət olmadığına görə Allah birinci 40 nəfəri yığıb onun ətrafına, sonra 80 nəfəri yığıb onun ətrafına. Sonra 313 nəfər nəfsinə qələbə çalan sərkərdələr cəm olacaqlar Həzrətin ətrafına. Onda ki, ümmət oldu, Allah göndərəcək onu. Ümmət olmasa göndərməyəcək. Bizim İmam Hüseyin əleyhissalamımız zəif deyirdi. İmam Musa-i Kazım əleyhissalam zəif deyirdi. Dünən bir hədis oxuyuram. Məsum Həzrəti Əmir Əl-Müminin əleyhissalam buyurur ki, Həzrəti Əbəl-Fəzl Əbbas istəsə bütün ümmətə nicat verə bilər. Bu balaca bir söz deyir. Həmçinin bütün məsumlarımız istəsələr bütün ümmətə nicat verə bilərlər. Müntəsi mərifət yoxdur. Əgər mərifət tanımaq olsa, biz bunlardan gözəl istifadə edə bilərik. Yox, əgər mərifət olmasa, tanımasaq, bəli, qalır ümmət nə vaxtı olacaq, onda İmam Zaman əleyhissalam zuhur eləyəcək. Niyə görə ümmət olmalı ki, o Həzrəti öldürməsinlər? Ümmət olmalı ki, o Həzrət gəlib əsl hədəfi yerinə yetirsin. Ümmət olmalı ki, Allahın ədalətli məhkəməsi qurulsun. Ümmət olmalıdır ki, Allahın istədiyi hakimiyyət qurulsun. Ümmət olmalıdır, olmayanda bəli. Babil həvaizi İmam Musa-i Kazım əleyhissalam. Amma məzlum oldu. Şəhid elədilər. Vəhşicəsinə. Zindanda müsibət çəkdi. Amma istəsəydi bütün kainatı qurtarardı, bütün aləmi qurtarardı. Hamısına nicat verərdi.
Ümmət olmadı, o Həzrətinin qolu bağlandı. Ümmət olsaydı, o Həzrətin qolu bağlı olmayacaqdı. Qolu açıq olacaqdı. Salavat zikr eləyək. Deyəsən, heç həvəsiz yoxdur. Ya qulaq asmaq, ya salavat zikr eləmək. Ucadan salavat zikr eləyək. Ümmət olandan sonra görürsən ki, düşmən qorxusundan çəkilir kənara. Hər nə istəsə danışa bilmir. Hər nə istəsə hərəkət eləyə bilmir. Bu günləri sual verərlər bizə ki, Həzrəti Əbəlfəzl Abbas Babül Həvaizdir, hacət istəyirik ondan, Allah'ın öz aramızda vasitə qərar veririk, xəstəmizə aparıq, şəfa verir, dərdimizə dərman edir, qeyrətdə ağadır, filandır, filan, bəli. İmam Hüseyin əleyhissalam, bəli. Niyə Vəhabilər gəldilər Kərbəlanın dağırdanda Həzrət Əbəlfəzl Abbas qorumadı? Niyə İmam Hüseyin əleyhissalam qorumadı? Qoruya bilmirdilər. Özlərini qoruya bilmirlər, məni necə qoruyurlar, mən gedib deyirəm. Dedik, yox, onlar qoruya bilirlər. Sadəcə ümmət olmadı, ona görə düşmən gəldi, girdi onların hərəmlə. Ümmət olsaydı, heç vaxt onları cəsarət eləyə bilməzdilər. O Həzrətin özündə inayət olardı. Bir halda ki, cəmaat qorxaq idi. Bir halda ki, cəmaat ümumiyyətlə hərəmə getməyə bir qadağaları var idi. Bir çətinlikləri var idi. Həmçinin əgər ümmət olsaydı, İmam Musa Kazım əleyhissalam, baxın, bütün məsumlar deyirlər, buyururlar, gəlirlər, ağa, niyə qiyam eləmirsən? Deyir, ümmət yoxdur. Niyə qiyam eləmirsən? Ümmət yoxdur. Gəldi İmam Rıza əleyhissalam, ağa, niyə qiyam eləmirsən? Dedi, o təndirə girmədi. Dedi, görürsən, ümmət yoxdur. İmam Sadiq əleyhissalam, o keçilərin, dedi, sayı qədər əgər başımda adam olsaydı, qiyam eləyərdim. Yoxdur. Yoxdur. Olmadı İmam Musa Kazım əleyhissalamı zindana saldılar. Bir nəfər var idi imamın yanında, 2 nəfər var idi, 3 nəfər var idi. Amma 5 nəfər yox idi imam öz hədəfinə çatdıra bilsin. Bütün aləm yaranandan Allahın hədəfi budur ki, xəlifə yaratsın və xəlifə gəlsin bu dünyada. Bir işlər görsün, bir abadlıqlar eləsin. Elə bir işlər görsün ki, ondan başqa heç kəs eləyə bilməz. Ümmət olmadı, eləmədi. Başa düşmədilər, eləmədi. Kim heç eləsin? Həzrət dedi, səluni qəblə ən təfqudun əmir əl-müminin əleyhissalam. Məndən soruşun, məni itirməmiş soruşun məndən. Dedi, ya əmir əl-müminin saqqalımda nə qədər tük var? Həzrət cavab verdi. Səluni qəblə ən təfqudun, başımda nə qədər tük var? Dedi, bədbəxtlər, mən sizə başqa bir şey deyirəm. Siz hardan danışırsınız? Bizim misalımız o cür nədir? Onlar bizə başqa bir şey deyir. Biz başqa cürlə yanaşırıq. Çalışıb bunlarla sinxiyyət yaratmaq lazımdır. Möhkəmləşdirmək lazımdır əlaqəli. Deyir, əgər mənim haqqıma zülm eləməsəydiniz, mən Fəraddan sizin evlərinizə işıq çəkərdim. Həzrət Əli əleyhissalam buyurur. Mən sizə nə deyirəm, siz mənə nə deyirsiniz? Mən elə bir şeydən danışmaq istəyirəm sizin üçün ki, sizin üçün o təzədir, yenidir. İstəyirəm ona özüm şərait yaradam ki, danışım, görəm yoxsun, ağlınız ələ o qədər çatmıyor. Dedi, saqqalımda nə qədər tük var? Dedi, saqqalımda olan tükü deyə bilərəm. Amma sənin evində, beşikdə, bələkdə, üzr istəyirəm, bir dənə itin balası dünyaya gəlib ki, sabah Kərbəlada oğlum Hüseynin qanına fitva verəcək. O saqqalında olan tükü deyərəm sən, o lazım deyir sənə. Ondan vacib bir məsələ deyim ki, özdə hədis bu cürlə yazıb, itin balası yox. Deyir, sənin beşiyində bir dənə tula var ki, məsciddən uzaq. Sabah Kərbəlada oğlum Hüseynin qanına fitva verəcək. Həzrət ona bir söz demək istəyir ki, dünya və axirət xoşbəxt olsun. O deyir, saqqalımda nə qədər tük var? O deyir, yox. Yenə də sənə bir xəbər verim. Ged evindəki o uşağa baxsın. Ona görə ümmət olmadı. İmam Musa Kazım əleyhissalam zindanda ümmət olmadı. Həzrət Əli əleyhissalamın qolu bağlı ümmət olmadı. İmam Zaman qeybətdə ümmət olmadı.
ağa gəl, qurban olun filan, nə bilim nə. Bu çağırışları İmam Zaman əleyhissalam, bu çağırmaqlarımız imama təzə deyir. Həqiqət olsaydı gələrdi. Bu çağırışlar olub Kərbəlada. Ağa gəl, bar gətirib meyvələrimiz, ağaclarımız filan. Neçə min İmam Hüseyin əleyhissalama məktub yazdılar. Bugün İmam Zaman'a məktub yazılır, çağırır. Allahümmə əccilli vəliyikəl fərəz filan filan. Amma bunun içərisində nələr var, belə bunlar araşdırılmır. Gələcək necə gələcək, nə inəyəcək? Mən nə inəyəcəm? Bugün vəzifəm nədir? O gələndən sonra vəzifəm nə olacaq? Ağa gələndən sonra qəza namazlarım qılacaq. Yox, qılmasan ağaya yaxın düşərməyəcək. Ağa gələndən sonra filan olacaq. Yox, yalan söhbət. İmam Sadiq əleyhissalam buyurur ki, imamı gözləyən o adama deyirlər ki, qeybət dövründə özünü islah eləsə, nəfsini islah eləsə, buna deyirlər müntəzir, gözləyən. Əgər özünü islah eləməyən adamdırsa, yalandan deyir, mən İmam Zamanı gözləyirəm. Baxıb görürsən ki, ümumi bir dənə qayda verir. Qardaş, get içini düzəlt, ruhiyyevi düzəldək, mənəviyyatımızı düzəldək. Sabah gedib imamın huzurunda insan paxıllıq eləsə, imam olmaz, yaramaz. Yutahhirəkum təthhirə buyurur ayədə Allah təbarəkə və teala olarsın. İmamın yanında yalan danışmaq olmaz. Burada düzəlt, qeybət dövrüdür. Töhmət olmaz. Möminin abrını aparmaq olmaz. İstədiyin kimi nahaq hərəkət eləmək olmaz. Məscidin hörmətini sındırıb məscidə hörmətsizlik eləmək olmaz. Bu xasiyyətlər düzəlməsə, imamın həndəvərinə yetişmək mümkün olmayacaq. 100%, yəni adam danışanda bu emosiyadan zatdan demir. Bu hədislərdə, ayələrdə 120-dən çox ayəmiz var İmam Zaman əleyhissalam barəsində. Bir söz niyə qeybətdədir? Heç kimin beyyəti olmasın boynunda. Həzrət Əli əleyhissalamın huzuruna gedirlər. Ağa, bağışda, əff elə, Həzrət irdə halal xoşuz filan, nə bilir. İmam əleyhissalamın huzurunda heç kimin beyyəti yoxdur. Gələcək və haqq budur, ədalət budur. Kim bu çərçivəyə sığır, gəlsin, bismillah. Kim sığışmırsa o adamın misalı budur. Gedəcəyəm, qəbirdə namaz qılacam, ibadət edəcəm, tövbə edəcəm, burada namaz qılmıram. O misalı kimidir. Görürsən, insan məhəl qoymur. Başa düşmür, anlamır. Hələ düşünə bilmirik. Hələ o həzrətin lazım olmağı bizə, vücudu bizə lazımdır, yoxsa lazımdır, hələ bu məsələ var. Ümmət olmadı, qeybətdədir. Sabah gedək İmam əleyhissalamın huzurunda, əgər bütün məsələlər həll olsaydı, İmam Zaman əleyhissalam zuhur edərdi. İmam Musa Kazım əleyhissalam zindana düşməzdi. İmam Rıza əleyhissalam şəhadətə zəhərlənməzdi. Çox dəhşətli bir məsələdir. İmamın ətrafında, imam zindanda zəhərlənir, şəhadətə yetişir. Düzdür, qatili də var. Zalimdir. İmam əleyhissalam öldürür. Amma o qatilin yanında bir nəfər də var. Bir məsələ də var. İmamın başında ümmət olmadı. İmamı qoruyan olmadı. Düzdür, öldürən də məlumdur. Şəhid olan da məlumdur. Amma ümmət olmadı. Bir nəfər, iki nəfər İmam əleyhissalamın da əli bağlı. Çox çətin bir mərhələdə İmam Musa Kazım əleyhissalam yaşayırdı. Həddindən artıq ağır bir çətinlik içərisində idi Həzrəti İmam Musa Kazım əleyhissalam. İnsan çalışa bunlarla sinxiyyət yaradar. İnsan bunlarla möhkəmləşər. Çalışa, hər nə bahanə bilirsə. Məsələn, görürsən ki, 2 rükət namaz qılıb İmam Musa Kazım əleyhissalama hədiyyə eləyə bilərsən, onu elə. Əgər gedib Həzrəti Həkimə xanıma bir qeybətdə baş sağlığı verə bilərsən ki, xanım, o gecə üçün nə qədər çətin idi. Gəlmişəm, mən də baş sağlığı deyim. Onu elə.
Hər nə bacarırsan elə. Amma çalış, Allah görsün ki, sən Əhl-i Beyti tanımağın yolunda qədəm vurursan. Bu Əhl-i Beyti tanıdın, bu Əhl-i Beyti anlayandan sonra Allahın buyurduqları bütün məsələləri insan dərk edəcək. Quran-ı Kərimdə bir dənə ayə buyurur Allah Təbarəkə və Teala. Oxuyursan, dərk eləmirsən. Amma bir məsələ barəsində fikirləşirsən, anlayırsan ki, dərk edirsən. Bəli, sən demə beləymiş. Mən bu vaxta qədər Quran oxuram, amma bu ayəni görməmişdim. İnsanın zehni açılır. Təvəssül elə İmam Musa Kazım əleyhissalama. İstə onunla. Babel həvaizdir. Vallah billah olarsın, Quran buyurur. وَلَوْ تَحْزَبَ الَّذِينَ قُتُلُوا فِي سَبِيلِ اللّٰهِ Allah yanında ölənləri hesab eləməyin. Ölüdülər. Allah yanında onlar diridirlər. Bu günləri İmam Musa Kazım əleyhissalam bütün aləmə nicat verir. And olsun Allaha aləmə nicat verir. İntası bilirik Allah bu nicat verə bilər. Amma biz bacarmırıq, o yolu tapa bilmirik, qapısını tapa bilmirik ki, gedək, yapışaq o həzrətin əbasının ətəyindən bir hədəfə yetişə bilir. Bilmirik. Ümmət olmadı. İmam Musa Kazım əleyhissalamı da saldılar zindana. Çox çətinlik içərisində idi. O məlun tez-tez gəlib zindanın başından baxardı içəri. İmam əleyhissalam həmişə səcdədə olardı. Axır vaxtlar idi, gəldi, dedi ki, bəs yoxdur, hara gedib? İmam Musa Kazım əleyhissalam. Dedilər, yox, yaxçı bax. Dedi, mən orada bir əba görürəm ki, əbadır sərilib, amma heç kəs yoxdur. Bu işıqlardan biraz azaldaq. Bu günləri biraz istirik təvəssül eləyək İmam Musa Kazım əleyhissalama. Dedi, əba açıq şəkildə, amma altında heç kim yoxdur. Dedi, yox, İmam Musa Kazım əleyhissalam əbanın altındadır. O qədər arıqlayıb, o qədər zəifləyib, o qədər İmam Musa Kazım əleyhissalam ki, dilə bir dəri, bir sümük idi. Həzrət belə bir vəziyyətdə olduğu halda gəlir, baxır, deyir, hə, hələ də buradadır. Hələ də deməli, zülmü davam elətdirə bilərəm. Bir günləri məmun əyləşmişdi, şairləri yığmışdı başına. Bəzi şairlər olur axı, görsən, necə deyim, ancaq çalışdığı nədir? Böyüklərin nəzərini cəlb eləsin. Onun üçün fərqi yoxdur. Bir gün Lenindən yaza bilir, bir gün Stalindən yaza bilir, bir gün gəlib İslamı da tərif elə bilir, bir gün İslam dinini tərif elə bilir, bir gün nə bilim, Laikadan yazır, bir gün nədən yazır, hər şeydən yaza bilər. Bu cür şairlər yığışırlar və bunun məclisinə hamısı şeir dedilər. Bir nəfər də İmam Musa Kazım əleyhissalamın şiyələrindən olan bir dənə şair şeir dedi. Oktay, biraz da azalt da bunu. İmamın şiyələrindən bir nəfər şair şeir dedi. Məmun dedi, qalx ayağa, durdu. Dedi, bilirəm sən İmam Musa Kazımın şiyyəsən, tanıyıram səni. Amma şeirin mənə çox ləzzət verdi. Çox xoşum gəldi sənin şeirindən. Nə istəyirsən məndən? İstə. Hər nə dünya malı, söz səni dünya malından ehtiyatsız eləyəcəm, qəni eləyəcəm. Nə istəyirsən soruş məndən, istə məndən. Çətindir ya, bax. Burada dünya ilə ahirət insanın içərisində çalışır. Bu Süleyman ibn Əbi Cəfər idi. Süleyman ibn Əbi Cəfər dedi, yox, mən dünya malından heç nə istəmirəm. Bir dənə istəyim var. Gör neçə illərdir xanım Zəhranın balası sənin zindanındadır. Əgər sən istəsən ki, mənə dünya malından qəni eləyəsən,
Bir dənə kağız imzalayıram. Gedib verim, aparım, verim həmin onu zindana. İmam Musa Kazım əleyhissalamı azad edim. Dünya malından bunu istəyirəm səndən. Başqa heç nə istəmirəm. Bu gördü ki, yox, iş çox çətin yerə çəkib. Cəmaatın arasında söz danışıb. Dedi, yaxın gəl, bir kağız aldı, bir qələm götürdü, yazdı. Dedi, apar ver zindana. Zindanban azad eləsin İmam Musa Kazım əleyhissalam. Süleyman ibn Əbi Cəfər getcəgin adam göndərdi zindana. Dedi, gəlsə deyin ki, bugün zindan bağlıdır, sabah səhər gəlib apararsın. Bugün axşamı, bu günləri. Süleyman ibn Əbi Cəfər gəzir İmam Musa Kazım əleyhissalamın bir şiyələrin evini. Sabah ağanı azad edirəm, ha. Baxın, əlimdə sənədi var. Bəlkə səhərə qədər yatmadı. Sabahları azad edirəm. İmam Musa Kazım əleyhissalam da bilirdi ki, sabah şəhid olacaq. Çox məşəqqət, çətinlik yaratmışlar İmam Musa Kazım əleyhissalama. Baxın, şəhadətinin axşamı idi, bugünkü gün. O məlunun zindanında İmam əleyhissalam dedi, o zindanı gözətçiyə dedi ki, mən buradayam, narahat olmayın. Mən bir müddət buradan çıxıb gedəcəyəm. Zindana nəzarət eləyənə dedi, yarım saat, bir saat mən burada olmayacağım. Amma birdən yoxlama olsa burada olacağım. Hay həşir salıb heç kimə deməklə. Bir işim var, gedim qaydıram. İmam əleyhissalam da narahat idi. Allah'ın verir o Həzrətin çəkdiyi müsibətinə, balalarına olan məhəbbətinə. Nə qədər dünyada zindanda müsəlmanlar var. Ələl xüsus Məlun Ali Səudun zindanında olan Ayətullah Şeyx Nümrin Allah təbarəkə və teala Musa ibn Cəfər ehtiramına tezliklə azad eləsin inşallah. Onların kişiliyi yoxdur, qüdrəti yoxdur ki, durub bir dənə müctehidi öldürsünlər. Ola bilirlər ki, onlar müctehidi öldürmək, öz qəbirlərini qazmaq. İmam dedi ki, mən burada olacağım, narahat olma, axtarsalar, nəzarət gəlsə, filan olsa, nə bilim, yoxlasalar, mən buradayım, narahat olmayacağım. Amma gedən yerim var, icazə ver gedim. İmam Musa Kazım əleyhissalam bilirdi sabah şəhid olacaq və bu gecə gedirdi öz balalarını evində ziyarət eləsin. Yazınlar çox qəmli mənzərə vardı İmam Musa Kazım əleyhissalamın evində. Həzrəti Məsuma əleyhissalam qızı qapıdan dalında dayanmışdı. Həzrəti Həkimə bir tərəfdən küçəni güdürdü. Elə bil ürəklərdə danmışdı ki, İmam əleyhissalam gələcək. Balalar hərə bir tərəfdə Allahla zəmzəm edirdilər. Elə bil gözləyirdilər ki, İmam Musa Kazım əleyhissalam gələcək. İmam əleyhissalam qapını döyəcək, Həzrəti Məsumə qapını açdı. Atacan, xoş gəlmişsən. İmam əleyhissalam içəri daxil olacaq bütün uşaqlar. Biri imamın ayağını qucaqlayıb, biri boynunu qucaqlayıb, biri qollarını qucaqlayıb. İmam əleyhissalam heç birinə deyə bilmir ki, boynumda yaradır, zəncir yarası var. Qollarımda zəncir yarası var idi, ayaqlarımda zəncir yarası var idi. Heç birinə deyə bilmir. Biri deyir, ata sənə su gətirin, biri deyir, ata yemək gətirin, biri deyir, ata qal bizi ilə, ata, biri deyir, sözüm var, biri deyir, ata yuxuda görmüşəm səni. Hərə bir vasitə ilə, bir sözlə İmam əleyhissalamı özünə məşğul edir. İmam dedi, balalarım, heç nə istəmirəm. Elə ürəyim sözü istədi ki, gəlim sözü görüm. Axı, day balaca uşaqlara demək olmaz ki, mən sabahları şəhid olacağım. Gəldim, məni görəsiniz. Demək olmaz. İmam əleyhissalam uşaqlarla xudahafizləşdi. Hamı məyustasına baxırdılar İmam əleyhissalamın dalısıca. Hamı baxırdılar İmam əleyhissalamın dalısıca. Biri deyir, bir sözüm qaldı, atama demədim. Biri dedi, bir sözüm qaldı. Bu cürlə İmam əleyhissalam getdi yenə də zindana.
Səhər Süleyman ibn Əbi Cəfər bir dəstə insanla zindanın qabağında gözləyirlər ki, zindan açılsın. Bir də gördülər 4 dənə zənci, qul, bir dənə cənazə çıxardırlar zindanın içərisində. İmam Zaman bağışlasın, çox qəmli bir mənzərə. Cənazənin hər bir tərəfindən ağır zəncirlər sallanıb. Yavaş-yavaş bu cənazə çıxdı, getdi. Bunlarda da heç işləri yoxdur. Bir nəfər gəldi, dedi Süleyman ibn Əbi Cəfərə ki, Süleyman, bir dənə cənazə apardılar Qureyş qəbirstanlığına. Əgər bu şiyyətsə, niyə biz tanımırıq? Əgər şiyyə deyirsə, niyə apardılar ora? Dedi, gedin, öyrənin məsələni. Gəldilər məsələni öyrənəndə, qayıtdılar Süleyman ibn Əbi Cəfərin yanına. Dedilər, ağa, bilirsiniz məsələ nədir? O cənazə ki, zindandan çıxartdılar, elə Musa-i Kazım əleyhissalamın cənazəsidir. Ağanı zəhərləyiblər bu gecə. Şəhadətə yetiriblər İmam Musa-i Kazım əleyhissalamı. Süleyman ibn Əbu Cəfər başına vura-vura gəldi, aldı cənazəni onların əlindən. Dedi, cəmaat kömək ediyor. Bu qəribdir, bu kimsəsizdir. Bunun adamı yoxdur. Gətirdi öz həyətinə. Kişiləri çıxartdı həyətindən bayra. Dedi, bu qəribdir, bu adamsızdır. Qoy mənim xanımlarım başa çıxsınlar bu cənazənin üstündə. Qoy bu qəribə oxşama desinlər. Qoy bu kimsəsizə oxşama desinlər. Süleyman ibn Əbi Cəfərin xanımlarından birisi gəlir Süleymanın yanına, çağırır Süleymanı. Deyir, Süleyman, bir nəfər də xanım var bizim aramızda. Hey, oğul vay deyib ağlayır. Hey, İmam Musa-i Kazım əleyhissalama oğul vay deyib ağlayır. Həzrəti İmam Musa-i Kazım əleyhissalamın zindanda can verməsini zindana nəzarət edəndir. Deyir, ağa zəhərin nəticəsində, təsirində o qədər sıxılırdı, o qədər yerdə, üzr istəyirəm, ona təşbih olmasın, ilan kimi qıvrılırdı İmam Musa-i Kazım əleyhissalam. Hey çevrilirdi bu tərəfə, xanım Zəhra salamullah aleyhanı çağırırdı, ana ya Zəhra. Hey bu bir tərəfə çevrilirdi, ana ya Zəhra, kömək istəyirdi xanım Fatıma-i Zəhra. Deyir, bu kəlmələri İmam Musa-i Kazım əleyhissalam zindanda dedi ki, gəl, oğlum bir dənə zindanın, xərabənin, zindanın küncündə can verir, heç kəs yoxdur yanında. Həzrəti İmam Musa-i Kazım əleyhissalamı şəhadətə yetirdilər. Çox çətindir. İnsan bir zindanda ola ki, zindan, ümumiyyətlə onun sahibi insanın əqidə düşmənidir. Adam gedər, oğurluq eləyər, birinin malını oğurlayar filan elə, salarlar zindana. Bilərsən ki, bu islah olmağa gəlib, cəza çəkib, islah olub çıxacaq. Bir də var ki, düşmənçiliklə insanı salırlar zindanın içərisinə. Düşmənçiliklə zindanın içərisində əziyyət verirlər. İmam Musa-i Kazım əleyhissalama bu cür əziyyət verirdilər. Bu cür məşəqqət verirdilər. O məlunun zindanından fərqlənmir bu günləri Ayətullah Şeyx Nümrün düşdüyü zindan. Eytiqad, əqidəsinə qarşı olan insanlar həmin onu zindana salırlar. Tarix yenə təkrar olur. İmam Musa-i Kazım əleyhissalam Babıl Həvaizi bir-iki dənə dua edir. İlahi pərverdiyara, zat-ı əqdəsi və and verir sənə. Həzrəti İmam Musa-i Kazım əleyhissalamın ehtiramına and verir. Bu Babıl Həvaizə xatir. Xudaya bizləri haqqa hidayət elə. İlahi pərverdigaram. Babıl Həvaiz ehtiramına, İmam Musa-i Kazım əleyhissalamın ehtiramına. Hər kəsin nə dərdi, nə müsibəti, nə xəstəsi var. Tezliyinə şifa vercinə. İlahi pərverdigara, and verir Musa ibn Cəfər əleyhissalamın can verən halda xanım Zəhranı çağırmasına.
Möminləri heç kəsin qabağında baş aşağı qərar vermə. Ya Rabbi. Möminlərin abrını xanım Zəhranın abrusuna xatir hifz elə. Ya Rabbi. İlahi Pərverdigara, nəslimizdən əli düşməni qərar vermə. Ya Rabbi. Qəbrimizin əvvəl gecəsini gözümüzü Əmir əl-Muminin əleyhissalamın yolunda qoyma. Ya Rabbi. İlahi Pərverdigara, əsarətdə olan əsirlərimizə, torpaqlarımıza nicat ver. Ya Rabbi. Düşmən zindanlarında olanlarımızı tezliklə azad elə. Ya Rabbi. İlahi Pərverdigara, and verir, Allahlığa xatir, əzəmət və cəlalığa, vəhdaniyyət və ismi əzəm və bir an olsun belə bizi öz başımıza bıraxma. Ya Rabbi. İlahi Pərverdigara, and verir Musa Kazım əleyhissalamın ehtiramına. Bizi Əhl-i Beyt əleyhissalamdan yaşadı, Əhl-i Beyt əleyhissalamdan dünyadan apar. Ya Rabbi. Xudaya, bu günləri məzlum bir ağanın müsibət gecəsində onun məclisinə yığışmışıq. Hər nə qədər günahımız olsa da, hər nə qədər xəyanətimiz olsa da, cinayətimiz olsa da, günahlarımız olsa da, məsiyyətlərimiz hər nə qədər böyük olsa da, olar ki bu gecə bunların hamısını İmam Musa Kazım əleyhissalamın başının sədəqəsi qərar verib, bu cəmin bütün hacətlərini bu gecə həll edəsin. Ya Rabbi. İlahi Pərverdigara, bu müsibətdə əvvəl İmam Zaman əleyhissalama başsağlığı veririk. Allah and veririk bu Babıl Həvaic ehtiramına. Demişik dəfələrlə, Şiyə 3 nəfərə bərk əqidəsi var ki, 3-nə də Babıl Həvaic deyir. Biri İmam Musa Kazım əleyhissalam, biri Həzrət Əbəl Fəzl Abbas, biri Həzrət Əli Əsğər. Amma bu üçü də dünyadan gedəndə qolları bağlıydı. Allah and verir bu qolları bağlı olan Babıl Həvaicə. İmam-ı Zamanın zuhurunu təcil elə. Ya Rabbi. O Həzrətin zuhurunda olan maniləri aradan götür. Ya Rabbi. Biz o Həzrətə layiqli olan insanlardan qərar ver. Xudaya, bizim qabiliyyətimiz yoxdur. Bizi İmam-ı Zamana layaqətli insanlardan qərar ver. İlahi Pərverdigara, and verir izzət və cəlal və vəhdaniyyət və İmamın düşmənlərin məhfi nabud elə. Ya Rabbi. O Həzrəti yerin göyün bəlalarından hifz elə. Ya Rabbi. İlahi Pərverdigara, bizim xalis başsağlıqlarımızı İmam-ı Zamana yetir. Ya Rabbi. Cəddinin müsibətində o Həzrətə təskinli cinayət elə. Ya Rabbi. Və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin.